Herkese salam. Bugün sizinlə birlikdə tədbirə gedirik. Tədbirin əsas mahiyyəti uşaqların özünü tanıması və gələcəyi ilə bağlı peşəsini seçməsi idi. Məncə bu tədbiri görən hər kəs getməli idi. Mən çox sevdim bunu gördükdə. Dostumu da özümlə birlikdə apardım. Biraz tez gəlmişdik deyə dedik mola gəzək, həm yeməyə bir şey alaq. Daha sonra da hökumət evinə gəldik. İçəridə keçiriləcəkdi. Və yenə tədbir bitdikdən sonra biz yemək yeməyə qərarını aldıq. Getdik, yemək yedik. Yemək yeyərkən də sizlə danışım nələr oldu. Uşaqlarla, yəni öz yaşlılarımla tanış oldum. Məncə bu da çox yaxşıdır. Uşaqlar üçün psixoloqlarla söhbət elədik, debat apardıq. Məncə çox yaxşı bir tədbir idi. Həm dedik bura gəlmişkən bir-iki dənə də şəkil çəkdirək. Şəkil çəkdirəndən sonra istədik bulvarı gəzək. Biraz hava alaq, oturduq, söhbət elədik, yorulmuşduq da təbii ki də. Biraz gəzdikdən sonra isə dedik ki, evə gedək və bugünlük vloqum bu qədər. Bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.